Değerli izleyiciler, bu süjetimde ise size yarışmanın en güçlü galiplerinden biri olan Köyüm Kartlı Uçuş Sanda Federasiyasının nümayəndəsi Raul Elçiyevi size təqdim edirəm. Her adımda, her saniyede bir uğur kazanır. Gördüğünüz kimi ikinci dəfə yenə rəqibinin kürəyini yerə vurur. Bu dəfə isə çox güclü bir zərbə vurdu ki, rəqibinin tarix boyu yadından çıxmaz. Devam edir, artıq dördüncü dəfə zərbəsini endirir. Maşallah olsun, aslan kimi çıxıb. Əsl aslan kimi. Bu da 5-ci zərbəsi. Atası çox həyəcanla baxır, çünki əsas məşqçisi atasıdır və Canpolad Budaqovun çox böyük əziyyəti var. Bildiyiniz kimi, əziz dostlar, yarışma cəmi 44 gün ərzində hazırlanıbdır. Burada yenə də Raul Elçiyev öz gücünü və məharətini göstərir. Demək olar ki, diqqət edin, göz açmağa qoymur. Saniyələrdə bir də burada ayağına vurduğu da xal qazanır. Çox gözəl göstərir. Yenə də arxasını yerə vurur. Burada Əli Namazoğlu və Canpolad Budaqov artıq Raulu gözləyirlər. Ona burada əllərindən gələn dəstəyi vermək üçün, ikinci tura hazırlamaq üçün əllərindən gələn hər şey edirlər. Hər kəs həyəcanla gözləyir və bəri başdan bəllidir ki, Raul artıq çempion olacaq. Burada Canpolad Budaqov Raula öz fikirlərini anlatmaya çalışır ki, yarışma tam istədiyimiz kimi olsun. Burada gördüyünüz kimi göstərir, hansı sifətləri işlətmək lazımdır. Necə hərəkətlər etmək lazımdır ki, Raul Elçiyev orada öz gücünü göstərsin. Yenə də Raul gücünü göstərdi. Yəni, belə bir yarışma demək olar ki, çox az oldu bu yarışda. Artıq Raul qalibdir. Yəni, arxa-arxaya zərbələr və mən də çox sevincliyəm ki, Raulun idman həyatında da mənim də az da olsa, kiçik də olsa bir zəhmətim var. Buna görə çox qürurluyam, çox sevinirəm. Bu dünya çempionatına gedən bir yoldur. Canpolad Budaqovun əziyyətidir. Raul Elçiyevin atasının əziyyətidir. Gördüğünüz kimi birinci yeri kazandı. Galip geldi. Atası gurur duyur oğlunla. Maşallah olsun, maşallah olsun. Burada ise sevinçle onu Canpolad kardeşimiz karşılayır. Əli Namazoğlu severek bağrına basır Raulu. Komandanın baş məşqçisi Canpolad Budaqov çok gururludur, çok sevinçlidir. Çünkü bu yarışmaya hazırlık Mart ayının 2'sindən başladı. Demək olar ki, həftənin 6 günü devam etti. Burada ise mən sevinçlə Raul balamızı, əzizimizi təbrik etməyə gedirəm. Həyəcanlıyam mən, çox həyəcanlıyam. Çünkü bu dünya çempionatına giden bir yoldur. İnşallah uğurları davamlı olar ve gözlediğimiz uğurları kazanarıq. Bağrıma basıram, çok sevinçliyəm, çok kövrəldim, həddindən artıq çox kövrəldim. Burada isə xatirə şəkil çəkilir. Köyüm Kartlı Uçuş Sanda Federasiyasının lövhəsinin yanında. Əziz və dəyərli izləyicilər, bu cür videolar görmək üçün və gələcəkdəki uğurlarımızı izləmək üçün mütləq abunə olun. Beğenin, paylaşın. Allah amanında. Sağ olun, sağlıkla kalın.